Dövlət gücləndikcə cəmiyyətin rolu azalırmı? Paradoks nədən ibarətdir? İqtisadi və sosial problemlərin əsasən mərkəzləşmiş qaydada həll edilməsi fərdi təşəbbüsü zəiflədə bilər. Uzunmüddətli perspektivdə bu, innovasiya və risk mədəniyyətinə təsir edir. Bəs bunun iqtisadi nəticəsi nədir? Sahibkarlıq aktivliyi azalır, özəl təşəbbüslər zəifləyir, asılılıq davranışı güclənir, iqtisadi artım yalnız dövlət xərcləri ilə davamlı olmur. Dövlət böyük layihələrə investisiya yatırır, amma iqtisadi dinamika yalnız dövlət xərcləri ilə davamlı ola bilmir. 2025-ci il maliyyə statistikası göstərir ki, Azərbaycanda əsas kapitala təxminən 21,2 milyard manat səviyyəsində investisiya yönəldilib. Bu iqtisadi sabitliyi dəstəkləyir. Amma özəl sektor təşəbbüsləri ilə bağlı göstəricilər daha zəif ola bilər. Əhalinin banklarda cəlb olunmuş əmanətləri və kredit portfeli genişlənir. Bu da istehlaki və şəxsi maliyyə qərarlarına təsir edir. Bank tərəfindən verilən kreditlərin ümumi həcmi təxminən 27,5 milyard manat civarındadır və bu kreditlərin böyük hissəsi istehlak və daşınmaz əmlak krediti kimi istifadə edilir. Bu rəqəmlər göstərir ki, dövlət yanında özəl təşəbbüs və kiçik sahibkarlığın həcmi nisbi olaraq daha zəifdir. Nəticə: güclü dövlət investisiyaları iqtisadi sabitlik verə bilər, amma cəmiyyətin innovasiya və təşəbbüs potensialını gücləndirmək üçün əlavə struktur dəstək lazımdır.